olub. Baxtiyara nə qədər? Baxtiyara 2 dəfə Baxtiyar 2 dəfə pat konflikt olub. O oğrular yığışıblar ki, o oğrudur. Baxtiyara обращение olunub, deyib mən pat konfliktəm, mən обращение eləməyin. Türmədə olanlar bilir. Türmədə olanlar bilir. Ondan sonra gedib söhbətin qoyub yoluna. Sonra söhbəti prestlədilər. Baxtiyar ondan sonra namazın qılırdı, türmədə namazın qılırdı və s. Hər şey öz yolundaydı. Sonra ki, o türmədə o söhbəti prestlədilər, söhbət dünyasını dəyişdi. Deyirdilər, amma deyirdilər ki, onda Baxtiyarın yanında adam yox idi. Deyirdilər ki, Baxtiyar oturdu narkotika. Yenə də deyirəm, narkotik istifadə eləyən fərq eləmir, lot olsun, kim olur olsun. Доверчив в лица dör. Bu uklad жизньdir, bu ukladdır. Öyle düşünün. Bu ukladdır. Kim olur olsun, narkotik istifadə elədirsə, ona etibar eləmək olmaz. Bu понятияdır. Понятиyanı da dəyişən cırıqdır. Bu понятияdır. Yəni bunu hamı bilir. Burada yəni ki, bunu bilmək üçün, bunu dərk eləmək üçün gərək alim, filosof olmayasan. Bu понятияdır. Bu yaşayış yığılıb, bu yaşayış, bu fikir hələ də qüvvəsindədir. Narkotik istifadə edən insan slabı xarakterli insandır. Narkotik istifadə edən insan doverçiv insan deyil. Ya bu mən çəkdiyim narkotikdir, qəlyan da aylom. Qəlyan narkotik getmir. Mən bu yaşıma qədər sigaret də çəkməmişəm. Arada bir qəlyan çəkirəm, o da heç asıllıq yaratmayıb məndə. Ayda, ildə, həftədə bir 2 dəfə çəksən böyük şeydir. O canlı yayımdan canlı yayıma. Görünüz insanda narkotiklə qəlyanı bu ayırd eləyə bilmir. Sağ gəlib məndən Varavskoyu danışıram. Nə oldu? Bak qoluya oğru deyirsiniz. Qolu canlı yayım açanda istemiyoruz. Ay qolu. Niyə canlı yayım açsan? Oğru desin, oğruvuzdur da. Mentaskoy oğruvuz. Niyə qayıdıb demiyoruz? Ay qolu canlı yayımda nə insən? Canlı yayımda niyə danışırsan? Girin YouTube'da aradı qolunun canlı yayımı qalıb. Gir yaz da, görməyibsən, gir YouTube'da yaz, görərsən. Gir YouTube yaz, qolu canlı yayım. İndi hansı oğrunu deyirsən var YouTube'da, gir görəcəksən. Kimin adını yazsam mı gəlir? Söhbət canlı yayımda oturmaqdan gedir, canlı yayımda oturub danışmaqdan gedir. Mən də türmədən çıxanda bilmirdim canlı yayım necə açmaq lazımdır. Qardaşlara deyirdim, mənə öyrədirdilər canlı yayım açmaq necə olur, nə üçün olur. Mən də eləmirdim. Qulu da Mentovskoy proqrama ilə otururdu. Quluya deyirdilər ki, canlı yayım bir dəfə oturdun, danışdın da danışma. Çünki orada avtomatik sual verəcəkdilər axı ki, suallar verəcəkdi və məcburdur cavab versin. Və Varavskoya uyğun cavab versin, lot ideologiyaya uyğun cavab versin. Bunu da cavab verə bilməz, çünki dövlətə sərf eləmir. Ona görə qulu məhdudiyyət qoyulmuş, 2 ay qulu. Bir dəfə açdım, bəsdir. İndi belə elə, indi elə elə. İndi nə bilim, get bayraq, əlində bayraqla gəz, indi get belində bayraqla gəz. İndi hətta itlərin sözünü icra eləyirdi. İndi bayraqla çəkiləcək. Canlı yayımca indi belində bir dənə Türkiyə bayrağı, bir dənə Azərbaycan bayrağı, ofisində bir dənə yekə bayraq qoy, 2 dənə qoy bilsinlər ki, belədir, elədir. Nə bilməm valla. Mən heç bir bayrağı priznavat eləmirəm. Heç bir bayrağı mən priznavat eləmirəm. Mənim bir dənə priznavat elədiyim bayraq varsa, o da Həzrət Əbülfəzin bayrağıdır.
mərdlik, kişilik, düzgünlük, nə istəsən o bayraqda var. Həzrət Əbülfəzin adını yazmışam promo şax damarıma. Şax damarıma yazmışam promo Həzrət Əbülfəzin adını. Zülfüqar da Həzrət Əlinin, bunlar Həzrət Əldən danışırlar, Həzrət Əlinin qılıncından danışmırlar. Azərbaycan bayrağı bəlkə bir 50 dəfə dəyişib. Yalandan niyə multfilm çıxır? Azərbaycanın bayrağı tarixən bəlkə bir 50 dəfə dəyişib. Azərbaycan bayrağı saxlayıbsınız. Səfəvilərin vaxtında bir dəyişib. Qacarların vaxtında bir dəyişib. Nə bilim, Rusların vaxtında bir dəyişib. Ondan sonra bir dəyişib. 50 dəfə dəyişib doğru bayrağı. Bayrağa görə şəhid. Bayrağa görə şəhid olmayıb var. Adam da olubsan sən. Bayrağa görə şəhid olublar. Hələ də bunlar başa düşmürlər ki, bayraq dövlətin sadəcə simvoludur. Bayrağa görə şəhid olmur insan. Ərazi bütövlüyü denən, torpaq denən, vətən denən, bəli. Bayraq uğrunda şəhid olmaq nədir? Təzə çıxıb bu da bayraq uğrunda şəhid olmaq. Hardan çıxardınız siz multfilm sözləri? Bayraq dövlətin simvoludur. Hakimiyyətin simvoludur. Sabah başqası biri olar hakimiyyətdə bayrağı götürər, dəyişər. Deyir, bu bayraqdan xoşum gəlmir. Dövlət başçısı dəyişə bilər bayrağı. Yəni, dövlət başçısının səlahiyyətindədir ki, bayrağı dəyişsin. Deyir ki, bu bayrağı dəyiş belə elə. Dəyişə bilməz. Niyə dəyişə bilməz? Nə dəyişsən? Niyə dəyişə bilməz? İnşallah ki, Allah qiyamətdəki olan cəhənnəmdə bizi uzaq edir. Nə dərəcədə bu dediyim sözləri fikirləşəcəksiniz onu bilmirəm. Mənim borcumdur ki, az da olsa misal gətirin bu məsələdə. Bəli, siz dediyiniz o Quran ayələri, siz dediyiniz o şeylərin gözəldir. Mən də o gözəlliyi qəbul edirəm. Sadəcə mən sizə deməyim budur ki, bəzən bu da nəfsə doğru gedir. Bəzən bu da nəfsə çevrilir. Bunu nəfsə çevirməyin. Siz mənim dediyimi inanmıram ki, nə dərəcədə indi bu bəziləri, mən sözüm şiyələrədir. Obruslar heç başa düşməzlər mən dediyimi. Sızmaq yox, öpürəcəm sızmaq. Mən sızmaqda zaten danışmıram. Amma başqa şey deyirəm. İngilisə Azərbaycan dilində danışsan, başa düşməz. İngilisə gələ ingilis dilində danışasın. Sızmaqdan zaten danışmıram. Sadəcə bunun izahını deyirəm sizə. Bilirəm sızmaq. Aleykümselam və rəhmətullah. Qələt edir Romayı. Roma qələt edir. Roma kimdə ki? Roma kim ciddi qəbul edir? İnan Allaha bir dənə mən idim Romaya deyən ki, onun xanımın şey eləyiblər, qətl ediblər. İşiniz olmasın Roma ilə.
Bir dənə mən idim. O heç hətta o bizlər nə qədər qardaşlar, dostlar var, deyirlər cəhənnəmə eləyiblər. Özü səbəbkar olur. Mən xan barəsində danışanda mən bir kəlmə yadıma düşür. O vaxt Mehmet demişdi. Mən daim da demişdi və hamı bu məsələni görmüşdü o pokoleniya. Yaşlı pokoleniya. Rəhmətli Mehmet bu söz demişdi. Kim qulunu vursa bizim qardaşımızdır. Xanın adı gələndə mənim Mehmetin sözü yadıma düşür ki, qulunu vuran bizim qardaşımızdır. Mən xana qardaş deməkdən başqa əlimdə yəni başqa bir şey yoxdur ki, ona qarşı nəsə deyim. Fakt, onun elədiyi əməl, nə qədər insan var idi ki, qoluya yaxın durmaq istəyirdilər, qolu tuttururdu. Bu Mentovskoy proqramı ilə, banditizmin əli ilə, kəşfiyyatın əli ilə, MIT-in əli ilə, Masadın əli ilə həmənki adamları bu cür nəşr edirdi. Bir dənə xan idi. Bir dənə xan. Girdi yanına, qoydu onun böyür üstündə. Lotu var, niyə yoxdur? Lotu var. Siz tanımırsınız lotları. Doğrudur lotlar. Azərbaycan hakimiyyəti elə Mentovskoy proqramı qurub ki, lotu ideologiyasını narkomanlıqda, nə bilim, bu yaşayışını bilməyənlər və s. bu cürlə təqdim edir. Onun axırı ölümdür. Hamımız dünyamızda yaşayacaqdır. Müsəlmanların da axırı ölümdür. İslamı qəbul eləsən də axırı ölümdür. Hər şey qəbul eləsən axırı ölümdür. Elə bir şey yoxdur onun axırı ölümdən qurtarmasın. Hər şeyin axırı ölümdür. Amma bir də var ki, öz gəlirlərindən, öz dünya gəlirini qoyasan bir qırağa, deyəsən ki, insan üçün düzgünlük, insan üçün dürüstlük insanın gəlirindən də daha çox önəmlidir. Buna görə də lotular küçələrdə, lotular türmələrdə, lotular axtarışda və s. öz gəlirlərinin xeyrini daicə düşmürlər. Lotuluq budur. Sərf eləmirdi ona görə. Öz yalanlarından qorxurlar deyə. Halbuki bilmirlər ki, lotu ideologiyasında narkomanlıq daverçi bir insan deyil. Kim ki narkomandır, o insan nedaverçi bir litsodur. Yəni etibarlı üzdür. Ona etibar eləmək olmaz. Narkotik sabah tutular, polis onun qabağına 2 qram narkotik atar. Narkotika görə hər şeyini satar. Bir şey ki, bunun narkomanın fikirləşdiyindən səhərdən axşama kimi narkotikdir. Narkoman 2 gün, 3 gün narkotik istifadə eləməsə ağrıdan bədəni dağılır. Dözə bilmir. Ona görə də lotların şeyində narkotikdir və s. Bu şeylər kateqoriki qadağandır. Narkotiki satan da cırıqdır, narkotiki alan da cırıqdır, narkotika pul verən də cırıqdır. Kim ki narkotika pul verir alır, o da cırıqdır. Kim ki
narkotik satır o da həmçinin. Rəhmətli Rövşənin söz qulluq olub. Bütün türmələrdə, Azərbaycan türmələrində söz qulluq, proqon gedib bu barədə. Bütün Azərbaycan türməsində bu barədə proqon fırlanıb. Və bütün Rövşənin qardaşları, yaxınları bu proqonu bilirlər. Narkotiki satan da cırıqdır, narkotiki alan da cırıqdır. Hələ türmədə biz bilsəydik ki, kim narkotik satır, o adamı da vururdu. Və kim narkotika pul verib alıb, onu da vururdu. Türmədə biz bilsəydik ki, kimsə narkotik satır, onu da vururdu. Və kim ki ona pul verib alıb, onu da vururdu. Çünki söz qulluq iki tərəfli getmişdi. Pul verən, alanda, satanda. Rəhmətli Rövşən proqon olub. Bütün türmələrdə də bu proqon fırlanıb. Səhv eləmirəmsə 2013-də, 2013 idi, 2014 idi. Bu ərəfələr idi bu proqon. 2013-14-də bu aralar bu söz qulluğu vermişdi Rövşən. Yalan oğrulara daxod gedir, maxod gedir, tullanın tərəfə daxod maxod. Özləri bu palagenistlərin, malagenistlərin əlləri ilə bu şeyləri, bu Mentovskoy kazolların əli ilə durub şey edirlər, dövlətin malını satırdılar, itlərin malını satırdılar. Yalanını yapışdırdılar lotolara, göd lotlar deyib. Lotlara da söz deməyib. Mamədin vaxtında o vaxtı bariqa var idi. Maməd zona çıxa bilmirdi o vaxtı. Mamədi zona qoymurdular. Mamədi saxlamışdılar prom zonunda. Mamədə də yapışdırdılar bu adı. Bəli, elə lotular olub, eləyib prosolara abbasnavat eləmək olmayıb. Oturublar sxotkada ki, sən mal eləyirsən, bu da deyib abbasnavat eləmək olmayıb. Ona görə də bu lotu ideologiyasında abbasnavat eləmək biraz çətin məsələdir deyə. Bəli, elə lotular olub ki, oturublar, osuzdurublar onları, narkotik və s. Amma onlara abbasnavat eləmək olmayıb. Obşu sxotkada yığışıblar, obşu lotuların püsüsfəsində yığışıblar ki, bu narkotik eləyir.